Təbii ki, bu əgər olacaqsa bunu davam etdirəcəklər. Əslində bu atəşkəsin pozulma hallarını biz təkcə Rusiya-Ukrayna müharibəsində yox, biz bunu bir çox yerlərdə görmüşük. Hı Bir hı. çox müharibələrdə bu atəşkəslər elan olunur və bunların pozulma halları yaşanır. Xatırlayırsınız, bir neçə gün əvvəl Ukraynada yenidən bir yanacaq dondurma vuruldu. Rusiyaya aid bir Ukrayna tərəfi dedi ki, bizə aid deyil, ruslar özləri partladı, ruslar atdılar, Ukrayna arası. Biz bunları çox görəcəyik, bunların çox şahidi olacaq belə hadisələrin və bunu heç kim də heç kimə sübut edə bilməyəcək əslində qalsa. Yəni ona görə də indiki mərhələdə bu atəşkəsin nə qədər davamlı olacağı, ümumiyyətlə bu atəşkəsə hər kəsin əməl eləyəcəyi o qədər inandırıcı deyil və əsas məsələ odur ki, əgər Rusiya tərəfi atəşkəsdə maraqlı olmayacaqsa, müharibənin davam etməsində maraqlı olacaqsa, mütləq şəkildə bir bəhanə ilə bunu pozacaq və davam etdirməyə çalışacaq. Yəni bunun başqa bir variantı yoxdur və yaxud da ki, hansısa bir danışıqlarda pozuculuqla məşğul olacaq və bunu eləyəcək. Düzdür, Zelenski bəyanat verir, Zelenski bildirir ki, onlar daha sərt cavab verəcəklər. Yəni bu bir qədər qeyri-ciddi qəbul edirəm bunu. Yəni sərt cavab verən bugünə qədər verər də əslində qalsa, nəysə. Eyni Amma fikir. düşünürəm ki, indiki mərhələdə hesab edirəm ki, Amerikadan çox şey asılıdır. Amerikanın konkret olaraq istəyindən də çox şey asılıdır. Əgər Amerika həqiqətən də istəyəcəksə ki, Rusiyanı dayandırsın, o NATO ölkələrinin içərisində müəyyən qüvvələrlə bunu ən azından razılaşıb və yaxud da ki, hansısa güc toplayıb bunu eləyə bilərlər. Yox, istəməyəcəksə, burada hər kəs öz alverini eləyəcəksə, hesab edirəm ki, bu belə çətin olacaq.